Cristiano Ronaldo hazırda dünyanın ən çox qazanan idmançısı statusunu qoruyub saxlamaqdadır. 2026-cı il mart ayına olan məlumatlar da daxil olmaqla Baku TV olaraq apardığımız araşdırmaya görə onun illik ümumi gəliri 280 milyon 338 milyon dollar arasında qiymətləndirilir. Gəlir mənbələrinin böyüküsü belədir. 1. Əl-Nəsir klubundan alınan maaş və bonuslar illik 230 milyon dollar. Ronaldo 2025-ci ilin yayında müqaviləsini 2027-ci ilə qədər uzatdığı üçün ona baza maaşı və imza bonusları artıb. Bura yalnız aylıq məvacib deyil, həm də Səudiyyə Ərəbistanının futbol səfiri kimi aldığı kommersiya ödənişləri daxildir. 2. Reklam və biznes gəlirləri 50 milyon 100 milyon dollar arası. Nike ona ömürlük müqavilədən gələn illik təxminən 20 milyon dollar ayırır. YouTube kanalı 2024-cü ildə açdığı kanalı artıq 2026-cı ildə ona ildə 10-15 milyon dollar təmiz qazanc gətirən böyük bir media aktivinə çevrilib. Şəxsi brendlər, ətir, alt paltarı və gün eynəyi kolleksiyalarından gələn stabil gəlirlər. Səhmdar statusu. Yeni müqavilə şərtlərinə görə Ronaldo Əl-Nəsir klubunun 15%lik səhm payına sahib olub. Bu onu sadəcə oyunçu deyil, həm də klubun şərikli sahibinə çevirir. Qol bonusları. Futbolçunun hər vurduğu qol üçün təxminən 110 min dollar, məhsuldar ötürmək üçünsə 55 min dollar bonus aldığı bildirilir. Müqayisə üçün qeyd edək ki, Lionel Messi'nin Inter Miami'dəki ümumi 135 milyon dollar qazancı Ronaldo'nun gəlirlərindən təxminən 2,5 dəfə azdır.